Hər gün evdə etdiyimiz sadə bir vərdiş var ki, çoxumuz bununla öz sağlamlığımıza ziyan vurduğumuzu heç bilmirik. Yemək bişiririk, artıq qalan hissəni soyuducuya yerləşdiririk və düşünürük ki, belə daha təhlükəsizdir. Amma bəzən elə qidalar var ki, onları soyuducuda saxlamaq əksinə zərərli bakteriyaların çoxalmasına səbəb olur və bu sadəcə mədə pozğunluğu ilə bitmir. Bəzən nəticələr o qədər ciddi olur ki, xəstəxanalıq olmaq belə qaçılmaz olur. Ən maraqlısı isə budur. Bu təhlükəli qidaların adları sizi çox təəccübləndirəcək. Çünki onların bir çoxunu indiyə qədər sağlam hesab etmisiniz. Bu videoda sizin üçün 6 belə qidanı təqdim edəcəyik. Sonda isə onları necə düzgün şəkildə saxlamaq lazım olduğunu öyrənəcəksiniz. Ona görə də videonu sona qədər izləməyiniz çox vacibdir. Qida 1. Balqabaq pürəsi. Balqabaq bir çox evdə həm faydalı, həm də dadlı qida kimi tanınır. Xüsusilə pürə formasında bişirilib uşaqlara, yaşlılara verilir. Amma bir nüansı çox az adam bilir. Bişirilmiş balqabaq pürəsini soyuducuda saxlamaq ciddi sağlamlıq riski yarada bilər. Əgər pürə şəklində bişirib soyuducuya qoyursansa, elə bilirsən ki, onu qorumuş olursan. Amma əksinə bu cür yumşaq və nəmli mühitdə bəzi zərərli mikroorqanizmlər çox asanlıqla inkişaf edə bilər. Soyuducuda uzun müddət qalan balqabaq pürəsinin tərkibində bakteriyalar çoxalır və bu qidadan gələn qoxu ilə hiss olunmur. Bəzən görünüşü də dəyişmir, amma orqanizmə daxil olduqda zəhərlənməyə səbəb ola bilər. Ən pisi də budur ki, bu zəhərlənmələr birdən-birə baş vermir. Yorğunluq, baş gicəllənmə, ürək bulanma kimi simptomlarla başlayır və çox zaman səbəbi tapılmır. İnsan fikirləşir ki, bəlkə də nəyəsə allergiyası var. Əslində isə səbəb soyuducuda günlərlə qalan və zərərli hala gəlmiş bir qaşıq pürədir. Əgər balqabaq pürəsi hazırlamısansa, onu 1 və ya 2 gün ərzində qəbul etmək ən doğrusudur. Qalan hissəni isə heç təəssüf etmədən tullamaq sağlamlığınız üçün daha yaxşıdır. Qida 2. Bişmiş düyü. Düyü mətbəximizin ayrılmaz hissəsidir. Hər evdə azı həftədə bir dəfə bişirilir. Amma çox az adam bu sadə qidanın gizli təhlükəsini bilir. Düyü bişdikdən sonra artıq qalan hissəni soyuducuya yerləşdirmək çox adi bir vərdişdir. Amma bu vərdiş bəzən çox ciddi fəsadlara yol aça bilər. Bişmiş düyünü düzgün şəkildə saxlamaq üçün vaxt çox önəmlidir. Əgər düyü bişirildikdən sonra otaq temperaturunda bir neçə saat qalıbsa və sonra soyuducuya qoyulubsa artıq gec ola bilər. Bu müddət ərzində düyünün içində bəzi zərərli bakteriyalar sürətlə çoxalır. Ən təhlükəsi isə ondan ibarətdir ki, bu bakteriyalar istiyə davamlıdır. Yəni sabahsı gün düyünü qızdırıb yemək də onları tam məhv etmir. Nəticə isə çox vaxt qida zəhərlənməsi olur. Mədə ağrısı, ishal, qusma və halsızlıq kimi hallar baş verir. Bir çox insan bu əlamətləri başqa səbəblərlə əlaqələndirir, amma əsl günahkar soyuducuda saxlanılan bişmiş düyüdür. Əgər düyü qalıbsa, onu bişdikdən dərhal sonra soyuducuya qoymaq lazımdır. Amma orada da maksimum 24 saatdan artıq saxlamaq məsləhət deyil. Qalan isə nə qədər təəssüf olsa da atmaq daha doğrudur. Sağlamlıq riski atılası deyil. Qida 3. Göbələk yeməkləri. Göbələk bir çox insanın sevimli yeməklərindən biridir. Xüsusilə qovrularaq ya da sosları içində istifadə olunanda həm dadlı olur, həm də doyumludur. Amma göbələk yeməklərin soyuducuda saxlanması düşündüyünüz qədər təhlükəsiz deyil. Əksinə düzgün saxlanılmadıqda orqanizmə çox ciddi ziyan vura bilər. Göbələklər tərkibinə görə çox tez xarab olan məhsullardandır. Bişirildikdən sonra çox qısa müddət ərzində yeyilməlidirlər. Əgər bişmiş göbələk uzun müddət soyuducuda qalırsa, onun tərkibində toksinlər əmələ gələ bilər. Bu toksinlər isə bədəni zəhərləyən maddələrdir. Hətta yenidən qızdırılsa belə bu maddələr tam şəkildə yox olmur. Digər tərəfdən göbələk bişirildikdən sonra onun zülal strukturu da dəyişə bilər. Bu da həzmsizlik, qarın ağrısı, ürək bulanma kimi simptomlara səbəb ola bilər. Xüsusilə uşaqlarda və həssas orqanizmə malik insanlarda bu daha da kəskin şəkildə özünü göstərə bilir. Əgər göbələk yeməyi hazırlamısansa, çalış həmin gün ərzində onu bitir. Qalan hissəni sonra yeyərəm deyə saxlamaq heç də yaxşı fikir deyil. Çünki təkrar isidilən göbələk göründüyü qədər günahsız olmaya bilər. Bəzən sadəcə bir qaşıq yemək belə böyük problemlərə yol aça bilər. Qida 4. Yumurta ilə bişirilmiş yeməklər.
Yumurta bir çox yeməklərin əsas tərkib hissəsidir. Xüsusilə omlet, kükü, yumurtalı salatlar və ya xəmir işlərində, amma bişirilmiş yumurtanı soyuducuda saxlamaq düşündüyünüz qədər təhlükəsiz deyil. Bu məhsul xaricdən sağlam görünsə də, əslində tərkibində çox tez bakteriya toplaya bilər. Xüsusilə də düzgün soyudulmadıqda və bir neçə dəfə qızdırıldıqda. Yumurta ilə hazırlanmış yeməklər soyuducuda uzun müddət qalanda onların içində zərərli bakteriyalar, xüsusilə salmonella riski artır. Bu bakteriyalar ilk baxışda hiss olunmur. Nə qoxusu dəyişir, nə də rəngi, amma orqanizmə düşdükdə baş gicəllənmə, ürək bulanma, qızdırma və ishal kimi hallara səbəb ola bilər. Ən çox edilən səhv isə bu cür yeməklərin bir neçə dəfə soyudulub və təkrar isidilərək yeyilməsidir. Bu bakteriyaların məhv olması əvəzinə daha da artmasına yol açır. Əgər yumurta ilə yemək hazırlamısansa, çalış onu tezliklə qəbul et. Artıq qalan hissəni isə soyuducuda saxlayıb sonra yeyərəm demək bəzən sağlamlığın bahasına başa gələ bilər. Bir neçə qaşıq yemək üçün risk almağa dəyməz. Qida 5. Bişmiş brokoli. Brokoli bir çox insan tərəfindən super qida kimi tanınır. Tərkibində olan vitaminlər, minerallar və antioksidatlar səbəbilə sağlam qidalanmaya diqqət edənlərin süfrəsində tez-tez yer alır. Amma brokolini bişirib soyuducuda saxlamaq hər zaman təhlükəsiz olmaya bilər. Xüsusilə uzun müddət saxlandıqda. Bu faydalı tərəvə zərərli təsir göstərə bilər. Brokolinin tərkibində sulforafan adlı maddə var ki, bu maddə bişirildikdən sonra bir neçə saat içində parçalanmağa başlayır. Əgər bu zaman ərzində brokoli soyuducuya qoyulmasa və ya orada 1-2 gündən artıq saxlanırsa, həm faydalı maddələrini itirir, həm də zərərli bakteriyaların çoxalmasına şərait yaradır. Daha da təhlükəsi odur ki, bişmiş brokoli soyuducuda qaldıqdan sonra yenidən isidildikdə tərkibində bəzi maddələr zərərli bir quruluşa çevrilə bilər. Bu isə mədə narahatlığı, həzimsizlik və halsızlıq kimi əlamətlərlə özünü göstərə bilir. Xüsusilə uşaqlarda bu təsirlər daha da güclü oluna bilər. Əgər brokolini bişirmisənsə, onu isti halda yeyib bitirmək ən doğrusudur. Artıq qalanı isə sağlam qida düşüncəsi ilə saxlayıb risk almaq bəzən faydadan çox zərər gətirə bilər. Sağlamlıq üçün seçimlər yalnız düzgün istifadə ilə faydalanır. Qida 6. Dənli səhər yeməkləri və südlə qarışdırılmış qarışıqlar. Səhərlər tez və praktik bir yemək axtaranların ilk seçimi adətən dənli qarışıqlar olur. Amma bu qarışıqları soyuducuda saxlamaq çoxların bilmədiyi təhlükə yarada bilər. Bir çox insan axşamdan qabaqcadan südlə yulafı qarışdırır və səhərə soyuducuda saxlayır. Süd xüsusilə açıq və ya pastörizə olunmamış formadadırsa çox həssasdır. Soyuducuda olsa belə bakteriyalar südlə qarışmış dənli məhsullarda asanlıqla çoxala bilər. Əgər bu qarışımın içində meyvə, bal və ya quru meyvə də varsa, onların təbii şəkəri bakteriyaların inkişafını daha da sürətləndirə bilər. Üstəlik, səhər onu yeməzdən əvvəl otaq temperaturunda bir müddət saxladıqda, bu proses daha da təhlükəli hal alır. Əgər bu cür qarışıqları sevirsənsə, çalış hər dəfə təzə hazırlayıb dərhal qəbul et. Hər nə qədər vaxt qənaəti etsə də, bir gecəlik soyuducuda gözləyən səhər yeməyi bəzən gün boyu narahatlıq yarada bilər. Gördüyünüz kimi, bəzi qidalar faydalı olsa da, onları düzgün saxlamadıqda sağlamlığımıza zərər verə bilər. Sadə bir səhv gözlənilməz zəhərlənməyə səbəb ola bilər. Ona görə də soyuducunu təhlükəsizlik zonası kimi yox, diqqətli olunmalı bir yer kimi qəbul etmək lazımdır. Bu cür maarifləndirici videoların davamı üçün kanalımıza abunə olun və bildirişləri aktiv edin. Sizin sağlamlığınız bizim üçün önəmlidir. Növbəti videoda hansı qidaların təhlükə yaratdığını birlikdə öyrənəcəyik. Bizimlə qalın.